O vaxtda qızlar biraz çıxmaz, indi baxma, indiki devrə baxma. Hə, yəni ki, sonradan biz tanış olduq bir-birimizlə, bir-birimizi sevdik. Bizim sevgimiz deyərəm o dövrlərdə çox adamlara nümunə oldu. Hələ bu günə qədər də deyilir. Bu günə qədər də ki, deyilir. İndi biz 54 il az deyil, bir ömürdür. 54 ildir biz bir yerdə yaşayırıq, hə? Kimin ailədə söz olmaz? Sözümüz olur, söhbətimiz olur. Hələ amma ki bir dəfə bunu da deyim, günah qazanaram desəm, o adam mənə əl qaldırmayıb. Mənə bir məsələn söz də deyibsə təhqir eləyib. Söz də deyibsə məsələn söz, o da keçmişəm. Keçib gedib də indi ailədir də bu. Əsəbləşərsən nə deyim, əsəbləşəndə mən də nəsə olsa deyərəm. İndiki devirdə, o devirdə yox, o devirdə nə deyirsən sözü söhbəti də yox idi ki. Sən kimsən, nə deyirsən, bax belə idi. İndi deyirsiniz ki, o vaxtı bir-birinizi sevmisiniz. Hə. İndi həmən o sevgi gənclər arasında var, yaşayır. Sevgi var ümumiyyətlə indiki devirdə. Var. Yoxdur. Var. Mən deyim yoxdur. Var. Ta qocalırdı ona görə. Sənlə demir, başqa gənclərlə. Başqa Ya, gənclər. ümumiyyətlə deyirəm, indi o vaxt sizin dövrdə sevgi var idi. O formada yoxdur. Hə, elə sevgi yoxdur indi, yoxdur bala. Vallahi yoxdur indi. Bu mənlə nişanlı toya aparırdıq, bunu gedirdi mənlə. Leninqrada gedim mənlə gəzməyə. Yəni ki, biz elə da adi bir hamı bilir ki, biz bir-birimizi nə qədər də sevirik. O sevginə qurbanı da eləyirdik, bunun səhvi də olsa keçirəm. Yaxşı da işlər olanda qəbul eləyirəm. Ona görə ki, mən balalarım var. O balalar məndən irbət götürməli idi. İndi niyə sevgi yoxdur? Adiləşib hər şey. İndi zamana bilmirəm. Deyəcək telefondur problem. Bilmirəm qızlarda da, bilmirəm oğlanlarda da, bilmirəm zamanənin getirdiyi devirdədir. Hamı oturub kompüterdə, telefonda, lap oturur, eybi yoxdur. Amma bu sevgini də yaşada bildi amını da. Bu sevgini də yaşada. Və ona görə məncə, mən belə fikirləşirəm ki, sevgi yoxdursa, ona görə boşanmalarını da sayır. Elədir. Deyirlər ki, əvvəl məsəl üçün sevirsən, bir-birinizi sevirsən və ailə həyatı qurandan sonra, illər keçəndən sonra orada hörmət qalır, sevgi qalmır. Düzdür? Hörmət də qalır, sevgi də qalır. Müəyyən müddətləri var, vaxtları var, sevgi də qalır. Sevgi olmasa həyatda insan yaşaya bilər. 54 il bir yerdə yaşayırıq. 54 ildir. Bu sevgi olmasaydı yaşaya bilərdik. Məhv olardıq deyərdim. Yəqin ki də bir-birimizlə əgər sevgi olmasaydı, hörmət olmasaydı, məhəbbət olmasaydı. Necə deyirlər, xoşbəxt günləriniz də olur, kasıb günləriniz də olur. Olub bala, olub. Bəli, kasıb günlərdə necə idi? Necə bir-birinizi yola verirdiniz? O gəlincə işdən o bilməzdi ki, mən nə